Salam dəyərli şagirdlər və valideynlər. Bu gün sizinlə səhifə 44-də və 45-də yerləşən məsələlərin həllinə baxacağım 5-ci sinif riyaziyyat kitabından. Bu tip videoların davamı üçün də kanala abunə ola bilərsiniz. Vaxt itirmədən başlayırıq birinci məsələdən. Şəkildə düz xəttlər bir nöqtədə kəsişir. Konqruent və qonşu bucaqları müəyyən edin. Konqruent nədir şagirdlər? Bərabər. Buradan biz bərabər və yaxud da qarşılıqlı bucaqları müəyyən etməliyik. Birinci buraya yazıram 1. Nələr bərabər ola bilər? Baxın, kəsişdik ki, düz xətt. 1, 2 artıq bu hissə bərabərdir. Onda yazırıq bucaq L, S, T bərabərdir. Bucaq K, S, M. Sonra buranı geri qaytarsaq. Burada baxırıq bu xətlə, məsələn, bu xəttin kəsişməsindən alınan bucaqlara. Bunlar da bərabər olur bilirik ki. Onda yazırıq bucaq L, S, Y bərabərdir. Bucaq A, S, M. Ondan sonra xətləri tez-tez silirəm ki, sonra siz qarışdırmayasınız. Başqa hansı bucaqları götürmək olar? Deməli, L, S, Y-ni dedik. Baxın, bu iki bucağı götürsək, bunu biraz səliqəsiz çəkdim. Yəni, bu bucağı götürsək, bu ikisinin kəsişdiyini. Deməli, bucaq Y, T, S bərabərdir. Burada konqruent işarəsi də belə qoya bilərsiniz şagirdlər. Bucaq K, S, A-ya. Sonra şagirdlər, baxın, biri elə kör bucağı əmələ gətirir. Onu da götürək. Baxın, bunun özü. Bu hissə ilə bu hissə. Olur bucaq L, S, K konqruentdir. Bucaq M, S, T. Y, S, T-ni dedik. Hamısını dedik, konqruentlər, bərabərləri. İndi gəlin açıq bucaq olduqlarına baxaq. Yəni, buradan açıq bucaqlar niyə lazımdır bizə? Qonşu bucaqları müəyyən eləmək üçün. Deməli, baxın, bunun özü bir dənə açıq bucaqdır. Elə K, S, T. Onda bu xətt və bu ortaq tərəf deyək. Bu xətt burada iki dənə bucağı əmələ gətirir. Bunlar da yazırıq bura qonşu bucaqlar. Qonşu bucaq yazıb 2 nöqtə qoyuruq. Qonşu bucaqlar. Deməli, birincidə bucaq K, S, L və L, bucaq L, S, T. Sonra şagirdlər, buranı silək. Baxın, həmin bu açıq bucaq, bu özü açıq bucaq dedik axı. Bir dəfə də bununla əmələ gətirdiyinə baxaq. Baxın, bura iti bucaqdır, burada düz kör bucaqdır. Onda bucaq K, L, Y və bucaq Y, S, T qonşu bucaqlar olur. Sonra buranı silək. Burada başqa açıq bucaq, məsələn, bunun özü bir dənə açıq bucaq əmələ gətirib. Onda birinci bu hissədən baxırıq. Görürsünüz, 2 dənə qonşu bucaq tapdıq burada. Yazırıq bucaq L, Y, daha doğrusu bu bucaq L, S, Y və bucaq Y, S, M. Sonra baxın, bir dəfə də belə baxırıq. Buranı silirəm. Bu bucağın özü, bu bucaqla buradakı bucaq da qonşu bucaqları da dərəcə ölçüləri 180 dərəcəyə bərabərdir. Onda olacaq bucaq L, S, T və bucaq T, S, M. Sonra silirik buranı. Bir də şagirdlər, qaldı bu aşağı tərəflərdə. Bunun aşağısına ya da hələ ora keçməyək. Baxın, bu da açıq bucaqlıdır, elə deyil. Bir dəfə də bura ilə əmələ gətirdiyi. Deməli, düz xətlərə baxaq. Bura açıq bucaq olanda, onda buradan, baxın, bununla bu bir-birinə nədir? Deməli, qonşudur. Onda bucaq Y, S, T və
bucaq T, S, A. Bir-biri ilə qonşudur. Sonra buradan bucaq, deməli buranı silsəm, elə bu açıq bucaq üzərindən baxırıq ki, bax bu bucaqla bu bucaq, bunlar da qonşudur, dərəcə ölçüsü bir-birinə bərabərdir. Onda bucaq Y, S, M və deməli bucaq S, M, A. Sonra buranı silirəm, siz screen götürə bilərsiniz. Deməli bu hissəyə baxdıq. Bir də ən aşağıda qalan açıq bucaq. Baxın, bunun üzərindən baxırıq, amma aşağıda. Onun altına yazarsınız siz. Burada olacaq bucaq. Deməli T, S, M və bucaq M. Baxın bu bucaq. M, S, K. Bir də buradan deməli bu bucaqla bu bucaq. O da olur bucaq T, S, A və bucaq A, S, K. Bunlar nə oldu uşaqlar? Qonşu bucaqlar oldular. Keçirik ikinci məsələyə. Deməli, yelpic tam açıldıqda OA və OB bucaqlar arasındakı bucaq 154 dərəcə olur. Baxın, bu bucaq buradan bura 154 dərəcədir. Qonşu çubuqlar arasındakı bucaqlar konkurent olarsa, bu bucaqların ölçülərini müəyyən edin. Aha. Baxın, ümumi yazırıq ki, bucaq AOB bərabərdir 154. Bu çubuqlar arasında da məsələn 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Deməli, burada görürsünüz 11 dənə bucaq yaranıb da. Baxın, birinci bucaq, ikinci, üçüncü, dördüncü, beşinci. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bir dəqiqə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə çubuq var, amma 11 dənə hissəyə bölüb. Onda biz bu konqruent və bunlar deyir ki, hamısı konqruentdir də. Konqruent nədir? Yəni bərabərdir. Ölçüləri necə tapırıq? Biz 154-ü bölürük 11-ə. O da eləyir 14 dərəcə. Deməli, ümumi dərəcə olacaq. Bu bucaqlar arasında bunların hamısı olacaq 14 dərəcə. Sonra üçüncü çalışmaya şəkildə deməli, düz xəttlər bir nöqtədə kəsişir. Konqruent bucaqları və təmrənləri tapın, qonşu və qarşılıqlı bucaqları müəyyən edin. Deməli, hamısı, baxın, bu bir açıq bucaqlıdır, elə deyil. Biz bura x veririk özümüzdən. Buranı silək. Onda burada nə edir? Konqruent bucaqları müəyyən edin. Sonra təmrənləri tapın deyir. Qonşu və qarşılıqlı bucaqları da müəyyən edin. Qarşılıqlı bucaqdırsa, deməli, bərabərdə konqruent bucaq kimi götürəcəyik onu. İndi baxaq. Konqruentlik əslində fərqlidir. Konqruent hamısı bərabərdir. Qarşılıqlı isə xətlərə görə müəyyən edilir. Deməli, bura x 60-dır. Üstəgəl x, üstəgəl 60 dərəcə bərabərdir 180-dir də. Çünki açıq bucaqdır ora. X üstəgəlsin 120 dərəcə 60'lar toplayıram. Bərabərdir 180 dərəcə. Hər tərəfindən 120 çıxanda x bərabərdir 60 dərəcə. Bu hissədə 60 dərəcə elədi. Onda burada 60 dərəcə eləyəcək. Niyə? Baxın, bura qarşılıqlıdır axı. Burada 60 eləyəcək. Çünki bura 60 isə burada 60 olacaq. Bura 60 isə bura aşağıda 60 olacaq. İndi burada konqruent bucaqlar müəyyən edin. Birinci gəlin yazırıq konqruent bucaqlar. Burada hansı oldu? Deməli, bucaq hamısı bərabərdir. Altısı da bir-birinə bərabərdir. MOA konqruentdir. Bucaq AOD konqruentdir. Konqruentdir bucaq. Şərtlərsiz səliqəli eləyərsiniz. Məndə burada yerləşmir. D-O-N siz çalışarsınız. Bir sətirdə yerləşdirirsiniz bunu. Sonra o da konqruentdir. Bucaq N-O-B o da konqruentdir. Bu aşağı N daha doğrusu B-O-C bucaq B-O-C o da konqruentdir.
S-O-M bucaq, S-O-M. Bu kongruent bucaqları biz müəyyən etdik. Tənbələnləri tapırıq. Aha, baxın şagirdlər. Buraları silsək. Biz görəcəyik ki, tənbələn nədir? Bucağın 2 bərabər hissəyə bölür də. Məsələn, bundur da buranın tən bölüb A. O A elə deyil. Biz onda yazırıq ki, deməli O A O D O sonra N O O B O S və hansı qaldı? M O. Tənbölənlərdir. Tənbölənlərdir. Amma diqqətlə bir şeyə baxırıq şagirdlər. Baxın. Ya da hələ ki lap dərinlə olsa, baxın bu bucaq, bunun özü də bir bucaqdır da. Burada məsələn OB-nin özü də tənbələndir. OB. Yəni təkcə əslində burada qeyd eləmişəm. Məsələn, burada biz götürürük NOC-nin tənbölənidir. Amma öz qaydasında DOM-in də tənbölənidir. Amma burada qeyd elədik yenə də. Sonra qonşu bucaqlar müəyyən edin. Buraya yazırıq qonşu bucaqlar. Deməli, qonşu bucaqlar hansılardır? Baxın. Əvvəl buraları silim. Baxın, bir dəfə MA ilə deməli olacaq AN. Deməli, bucaq MOA və bucaq AOD. Sonra baxın, burada MOD ilə baxın, bir də bu bucaq. Yazırıq bucaq MOD və yuxarıdakı kimi DOA. Buranı silək indi. Sonra baxın, indi bunu açıq düz xətt götürsək, AOD ilə bura açıqda, onda bu hissəsi olacaq. Deməli, bucaq AOD və bucaq DOB qonşudur. Sonra dayaq görmək üçün yenə silim. Baxın, burayla bu bucaqla da bu bucaq qonşu olacaq da. Bucaq AON və bucaq NOB. Sonra şagirdlər, əgər düz bucağımız bu bucaqdırsa, baxın, biz bunu düz 180 dərəcə götürəndə bir dəfə bucaq DON və bir dəfə də bura bucaq NOC. Sonra bu bucaq hissəsini silim. DOB ilə bucaq DOB və BOC. Sonra buranı silirik. İndi düz xətti aşağıdan götürsək. Deməli, baxın, buranı götürsək. Onda bir dəfə bucaq NOB və bu olacaq da, ona da bucaq BOM. Sonra deməli, burada bu bucaqla bucaq NOC və ondan da bu bucaq olacaq. COM. Deməli, bir dəfə bu düz xətti götürsək. Buradan bucaq deməli BOC bucaq BOC ilə COA BOC və burayı da bura COA
Sonra şərhlər buranı silirəm, siz davam edərsiniz. Sonra bucaq, bu belə götürək, BSM, BOM, daha doğrusu BOM, bir dəqiqə, və bura inansa biz bunu götürürük, bucaq MOA, deməli buranı da silirik. İndi bir dəfə buranı götürsək, bu tərəfə baxan üzünü, onda əvvəl bax bu hissəni götürürük, bucaq, COM və bu olsun da bura gələcək, elə deyil. Bucaq, MOD, buradan bu dəfə bura qədər götürsək, daha silmirəm bir də. Bucaq, COA və bu da bura qalır da. Bucaq AOD. Bunu yazacaqsınız. Bunlar nədir? Qonşudur. Qarşılıqlı bucaqlar. Yazırsınız altdan qarşılıqlı. Qarşılıqlı bucaqlar. Qarşılıqlı bucaqlar hansıları idi? Baxın, məsələn, bununla bu bir-birindən nə olur? Burada bucaq AOD bərabərdir bucaq COB-yə. Sonra buradan belə gəlir də, bucaq DON bərabərdir bucaq, bu tərəfinə baxırıq, COM-ə. Buranı silirəm. Sonra buradan belə çəksək, bura DON yazdıq, onu da buradan belə eləyək. Aha. Bucaq NOB bərabərdir bucaq MOA-ya. Buranı silək. Baxın, bunu da eləsək, DON-i yazdıq. Hansı bucaqlar qaldı? MOA-nı, bir dəfə bunu da yazaq. NOB, şərhlər bunlar. Bir də baxın bu bucaqların özləri. Bucaq AON bərabərdir. Bunun özləri də kəsir axı belə. Bucaq BSM. Silək. Görün gözümüzdən qaçan hər hansı bir hissə oldu mu? Ümid edirəm olmadı. Əgər gözdən qaçan bucaq olsa, rəy bölməsində gözləyirəm. Amma mənə gəlir, hamısını yazdıq. 4-cü çalışmaya baxırıq. Tənbələn olan şüaları müəyyən edin. Onlar hansı bucaqları tənbölür? Deməli, bura 30 dərəcə, 30 dərəcə, 30 dərəcə, bu açıq bucaqdır, elə deyil. Onda 30, 30, 30, neçə dənə 30 var burada? 4 dənə 30 var. Eləyib 120. 120 isə bura 60 dərəcədir. Bura 60-dırsa, onda burada qarşılıqlı olduğu üçün burada 60 dərəcədir. İndi tənbələn şüaları müəyyən edin. Baxın, burada məsələn, buradan belə götürsək, burada məsələn bu PO tənbölür. Burada 60 düşür, burada 60 düşür. Elə yazıram PO şüası bucaq MOR-in tənbölənidir. Tənbölənidir. Sonra baxırıq. Baxın, məsələn, bunun özü. Bu böyükdür da, elə deyil. Buranı da 90-a ayırıb, buranı da, yəni buranı da bərabər bölüb, buranı da. Onda yazırıq QO şüası bucaq MON tənbölənidir. Siz qrammatik qaydaya diqqət eləyin. Mən burada vaxt çox getməsin deyə tez izah eləməyə çalışıram. Qısa-qısa yazıram sözləri. Sonra baxın, burada bunun özü balacadır. Məsələn, QO. Yazırsınız yenə QO şüası
bunun da, yəni POR-in bucaq POR-in tən bölənidir. Tən yazıram bura. Sonra baxın bunun özü belə gəlib də. Onda yazırıq R O şüası bucaq Q O S yazıram. Siz yazarsınız Q O S'in tən bölənidir. Sonra burada bucaq S O şüası. Baxın bu da R O N'in bucaq R O N'in tən bölənidir. Sonra baxın burada bu N O var. N O şüası. Fikir verin, burada da 60 var, burada da 60 var. Yəni buradan R O K'nın bucaq R O K'nın tən bölənidir. Sonra bu qədər şagirdlər. Özüm də bir dəfə də axtarıram ki, varmı? Yox, bu qədər oldu bunlar. Demək, bucaqların da tən böləni göstərdik, tən bölən olan şüaları da göstərdik. 5-ciyə baxırıq. İki qonşu bucaqlarından biri dərəcə ölçüsü digərindən 9 dəfə böyükdür. Bu bucaqların dərəcə ölçülərinin fərqini tapın. Aha, bu da bizim burada verilib. Biri o birisindən 9 dərəcə böyükdürsə, məsələn, bura olsun X. Bura 9x-dir. Bu balaca yerdə x-dir, elə deyil. Bu açıq bucaq olduğundan yazırıq ki, bu neçənci məsələdir? 5-ci. 5-ci məsələyə yazırıq. X üstəgəlsin 9x bərabərdir 180 dərəcə. 10x bərabərdir 180 dərəcə. Hər tərəfini 10-a böləndə x bərabərdir 18. Bu onların fərqini istəyir də. Biri x-dir, biri 9x-dir. Yazırıq 9x-dan x çıxırıq, edir 8x. O da 18-dir axı. 8 vurulsun 18 bərabərdir. Deməli 144. Ya belə də yaza bilərsiniz. 9x-i bir dəfə tapa bilərsiniz. 9x bərabərdir 9 vurulsun 18. O da bərabərdir 162. Sonra uşaqlar 162-dən də 18 çıxıb 44 yaza bilərsiniz. 144 da doğrusu. Yəni hər ikisi doğru həldir. Sonra 6-da A, O, B 180 dərəcə olarsa məchul bucağın dərəcə ölçüsünü tapın. 6-da A variantı. Baxın, bura 90 dərəcədir də, burada x-dir. Biz bunların cəmini tapırıq. X üstəgəlsin 90 dərəcə, üstəgəlsin 55 bərabərdir 180. X üstəgəlsin 90 üstə 55 gələndə 145 dərəcə bərabərdir 180 dərəcə. X bərabərdir 180 dərəcədən hər tərəfində 145 çıxırıq, bərabərdir 35. Burada bizdən nəyi soruşur? Məchul bucağın, yəni x-in qiymətini soruşur. Biz də birinci tapdıq ki, x 35 dərəcədir. C variantı, B variantı yoxdurmu? Hə, aşağıda B variantı. Baxın buradan. Bura 90 dərəcədir də. Burada y. Bunların da hamısının cəmi, yəni 42-nin üstünə gəlirik y, üstə gəlirik 90 dərəcə, üstə də gəlirik y, bərabərdir 180 dərəcə. İndi burada dəyişənləri 1 toplayırıq. Y-ləri 1. 42 ilə də 90-ı 1 toplayırıq. Bərabərdir. 2y üstə gəlsin. 43-ün üstə 90 gələndə 132. Bərabərdir 180. 2y bərabərdir. Hər tərəfdən 132 çıxanda burada eləyir 48. Hər tərəfi də 2-yə böləndə burada eləyir 24. B-də də cavab 24. Keçirik C variantına. Silim. Şərtlər burada diqqət edin. Yenə ümumi nə qədərdir? 180. Yazırıq C üstəgəlsin 27, üstəgəlsin C, üstəgəlsin 45 dərəcə, bərabərdir 180 dərəcə. C-ləri bir toplayırıq. 2C üstəgəlsin 72 dərəcə, bərabərdir 180 dərəcə.
Sonra 2C hər tərəfdən 72 çıxırıq, bərabərdir 108 dərəcə. Hər tərəfdə 2-yə böləndə C bərabərdir 54 dərəcə. D variantına baxırıq. Yenə hamısı 180 dərəcə bərabər olmalıdır. Onda 31 dərəcə üstəgəlsin A, üstəgəlsin A, üstəgəlsin 33 dərəcə. Bərabərdir 180 dərəcə. A'ları bir toplayanda 2A üstəgəlsin 64 dərəcə, bərabərdir 180 dərəcə. 2A bərabərdir 116 dərəcə. Hər tərəfini 2-yə böləndə A bərabərdir 68, daha doğrusu 58 dərəcə. 58 dərəcə. Sonra Y variantına baxırıq. Yenə bura 180 dərəcədir də. Onda biz yazırıq Y variantında T üstəgəlsin T üstəgəlsin 48 dərəcə üstəgəlsin T bərabərdir 180 dərəcə. T'ləri bir toplayırıq. 3T üstəgəlsin 48 dərəcə bərabərdir 180 dərəcə. Hər tərəfdən 48 çıxanda 3T bərabərdir 132 dərəcə. Hər tərəfində 3-ə böləndə T bərabərdir 44 dərəcə. F variantına baxırıq. Deməli, yenə bütün tərəflər, bucaqların da doğrusu cəmi bərabərdir nəyə? 180 dərəcəyə. 1,2y bərabərdir 180. Dəyişənləri bir toplayırıq. Y-nin üstə bu, y-nin qabağında 1-dir də. Y-nin üstə 1,2y gələndə edir 2,2y. Üstə gəlsin. 52-nin üstə 84 gələndə 136 bərabərdir 180 dərəcə. 2,2y bərabərdir 180-dən 136 çıxırıq, edir 44 dərəcə. Y də bərabərdir 44 dərəcə bölünsün 2,2, yəni 440 bölünsün 22, o da bərabərdir 20 dərəcə. Şərhlər növbəti səhifə növbəti videomda olacaq. Bura qədər izlədinizsə kanalıma abunə olaraq dəstək verə bilərsiniz. Sağ olun, salamat qalın.